Biz öləndən sonra deməyəcəklər, neçə yaşında namaza başlamışsan, əşidə ondan qabaq qıla bilməyib da. Heç kim deyə bilməz, mənim qəza namazlarımı qılmağa, qəza oruçlarımı tutmağa vaxtımız yoxdur. Hər kəsin boynunda qəza namazı və qəza orucu vacibdir. Eynən bugünkü namazımız kimi. Eynən gündəlik qıldığımız namaz qədər Allah bizdən soruşacaq. Qılmamışıq bir, qəzaya vermişik bir, niyə qılmamışıq iki soruşacaq. Bunun əzabı bundan da çoxdur. Kərə qılmamışam, bir səhv eləmişəm, qəzaya vermişəm, bir xəta eləmişəm, bir böyük günah eləmişəm. Heç qəzadan keçəndən sonra da qılmıram. İnsan fikirləşsə ki, haçansa başlayacam, çətin olacaq. Elə günü bugündən bir dənə müqəddim eləsin, 2 rükət sübh namazına, Allah onun arxasına nə eləyəcək? O qapını açacaq. Adam fikirləşir, eləyərəm. İmam Sadiq əleyhissalam deyir, yaxşı işlərin niyyətinə düşdünüz, fasilə verməyin. Fasilədə şeytan oturur. Və sizlə onun arasına nə eləyir? Ayrılıq salır. Bacarın, ağla gəldi, yaxşı bir iş gəl yerinə yetirin. Bu ki, qaldı vacibatın qəzası ki, hər kəsin boynunda haqq.